İslamda qonşuluq münasibətləri cəmiyyətin əsas dayaqlarından biridir. Qurani-Kərim və Peyğəmbər sallallahu sünnəsində qonşuya hörmət və qayğı mühüm bir əxlaqi və dini vəzifə kimi təqdim olunur. Qonşu ilə yaxşı davranmaq, onun haqqına riayət etmək insanın imanının göstəricisidir. Qurani-Kərimdə buyurulur: Allaha ibadət edin və ona heç bir şeyi şərik qoşmayın. Ata-anaya, qohum-əqrabaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonşuya, yaxın dosta, müsafirə, əlinizin altında olana yaxşılıq edin. Nisa surəsi 36-cı ayə. Bu ayə göstərir ki, qonşuya yaxşılıq etmək Allaha ibadətlə yanaşı zikr olunur. Bu da qonşuluq hüququnun İslamda nə qədər uca dəyərə sahib olduğunu bildirir. İslam Peyğəmbəri buyurmuşdur: Cəbrail mənə qonşu haqqında o qədər tövsiyə etdi ki, elə bildim onu varisim edəcək. Həmçinin İmam Sadiq əleyhissalam belə buyurur: Qonşuya yaxşılıq edin ki, ömrünüz uzun olsun. Bu hədislərdən aydın olur ki, qonşuluq münasibətlərində mərhəmət, təvazö və qayğı yalnız sosial məsuliyyət deyil, həm də mənəvi savab qaynağıdır. Qonşuluq yalnız eyni binada yaşayan insanları məhdudlaşmır. İslam baxımından qonşu anlayışı həm yaxın, həm uzaq ətrafı əhatə edir. Yəni, cəmiyyətin üzvləri bir-birinə qarşı məsuliyyət daşıyır. Yaxşı qonşu olmaq təkcə zərər verməmək deyil, eyni zamanda ehtiyac anında dəstək olmaq, halını soruşmaq və sevinci, kədər paylaşmaqdır. İslam cəmiyyətində sülh, sevgi və qarşılıqlı hörmətin qorunması qonşuluq hüquqlarına riayətlə mümkündür. Hər bir müsəlman bilməlidir ki, qonşuya yaxşılıq etmək sadəcə əxlaqi davranış deyil. Bu, iman əlamətidir.